Vaxt oldu, biz hələ də qar gözləyirik. Qar da bizə baxıb deyir, yox bu il mudum yox, gəlmir. Biz də dedik, bəs oturub qar gözləyən deyiləm. Gedirik Qubaya, elə qarın ayağına. Qubada bir yer tapdıq. Ay aman, dedim bu nə səviyyədir belə. Ev yox, bildiyin komfort paket. Otaq səliqəli, hər şey var, istilik, rahatlıq, keyf. Hətta qapının ağzına pişik də gəlmişdi. Getdik restorana. Məkan o qədər estetik idi, yeməkdən çox şəkil çəkdik. Elə bir influencer olmuşuq. Çörək yeməmişdən əvvəl 40 şəkil normaldır. Qayıtdıq evə, baxdıq ki, həyət bomba. Qar yağır, dedim bu mənim vaxtımdır. Başladım qardan adam düzəltməyə. 5 dəqiqə sonra əllər dondu, 10 dəqiqə sonra hiss yoxdur. Amma yenə də tamam. Biraz da piyada gəzdik, yəni gəzmək deyəndə, yarı gəzmək, yarı sürüşmək. Ayağın altı sürüşür, amma özünü cool göstərsən. İçdən isə yıxılma, yıxılma deyirsən. Gecə başqa level açıldı. Gündüz yaxşı idi, amma gecə başqa aləmi. İşıqlar, qar, sakitlik, elə bir romantik film çəkirik. Sadəcə maaş almırıq. Bir də üstəlik sulu qar başladı. Full dram effekti. Çay, üstəgəl samavar, bərabərdir həyatın mənası. Qiyməti soruşmaq istəyənlər kommentlərə yazın. Gizli məlumatları oradan sızdıracam.